Bərdə rayon İcra Hakimiyyəti başçısının Molla Məmmədli kəndində səyyar qəbul görüşü keçirilib. Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında Respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Molla Məmmədli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib. 1 kilometr uzunluqda elektrik xəttinin qəzalı vəziyyətdə olduğu üçün yenisi ilə əvəz olunması, təhlükə törədən 10 kilovoltluq elektrik xəttinin texniki normaya gətirilməsi, maddi yardım edilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəyinin texniki normaya gətirilməsi, kənd sakinlərinin içməli suya olan tələbatının qarşılanması üçün bir ədəd arteziyan quyusunun qazılması, yarım kilometr uzunluqda dren kanalın lildən təmizlənməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.